Salam hörmətli Yanıt TV izləyiciləri, siyasi yanıtda xoş gördük hər birinizi. Bəlli olduğu kimi dünən Əbu Dabidə Zayed İnsan Qardaşlığı mükafatının təqdim etmə mərasimi keçirildi və Azərbaycan Prezidenti İlham Əliyev, eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyan bu təqdimatda iştirak etdilər, çıxış etdilər. Hətta orada qısa bir anlıq zarafatlaşma da vardı. Azərbaycan Prezidenti öncə kim başlasın deyə bir zarafat etmişdi. Sözümüz bunda deyil, mükafatlandırma mərasimi və Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin iki ölkə arasında 30 ildən çoxdur davam edən və tarixən daha əvvəlki 10 illiklərə söykənən münaqişənin həlli istiqamətində atdıqları o sülhə doğru atdıqları o ciddi addımlardan bəhs edəcəyik ki, bax, liderlər də məhz həmin o addımlara görə layiq görünmüşdülər bu mükafata. İndi istər əvvəlki addımlar, istər elə bu sülhə görə verilən mükafat Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində nə qədər rol oynaya bilər və ya bunun bir əhəmiyyəti varmı, yoxsa əhəmiyyəti yoxdur, sadəcə bir görsəl xarakter daşıyır, bundan danışacağıq. Öncəliklə onu qeyd etmək ki, əlbəttə heç bir mükafat dövlətlərin siyasi qərarlarına təsir edəcək qədər önəmli olmur. Yalnız psixi xəstə, ruhi xəstə kimlərsə ola bilər ki, hansısa şixana, şöhrətə görə dövlət siyasətini məhz ona verilən titullara görə, ona verilən qərarlara, öncəliklərə görə və jestlərə görə təyin etsin. Trump kimi məsələn. Bir reallıq var ki, Azərbaycan Prezidenti də elə atdığı addımlardan bəlli olduğu qədər Ermənistan Baş naziri də dövlət maraqlarına həmişə üstün tutublar. Ona görə də indi sülh mükafatı, sülhə doğru addımlara görə verilən mükafata görə nə Azərbaycan tərəfi, nə Ermənistan tərəfi bundan sonraki sülh proseslərində dövlət maraqlarını bir kənara atmayacaqlar. Yenə də hər kəs öz dövlətini, yəni həm İlham Əliyev, həm də Nikol Paşinyan təmsil etdikləri dövləti, lider olduqları dövlətin maraqlarını qorumaq üçün əlindən gələni edəcəklər və sülh quruculuğu da məhz köhnə templə, yəni necə maraqların üst-üstə düşdüyü məsələlərdə anında, üst-üstə düşmədiyi məsələlərdə isə gərgin müzakirələr, gərgin görüşlər formatında davam edəcək. Amma qeyd etmək lazımdır ki, bu sülh mükafatının verilməsi özü də belə deyək də, etimad mühitinin yaradılması, səmimi bir mühitin yaradılması baxımından rəğbətlə qarşılanması labüd olan bir addımdır. Çünki bilirsiniz necədir, hər nə qədər liderlər öz şəxslərini kənara qoyub dövlət maraqlarından yanaşsalar da məsələyə, burada bir insan faktoru var və insan hər zaman onun etdiyi işlərə qiymət veriləndə, onun gördüyü söhbət yaxşı işlərdən gedir təbii ki, sülh quruculuğu da bu yaxşı işlərin başında gələn əsas məsələlərdəndir. Bax, burada indi həm Azərbaycan Prezidenti, həm də Ermənistan Baş naziri bir səmimi minnətdarlıq duyğusu oyanacaq onlarda. Nəyə görə? Çünki bir insan kimi düşünəcəklər ki, atdıqları addımlar, gəldikləri nəticələr sonunda bir təşəkkürə layiq görüldü və bu qiymətləndirildi. Bu bir mükafatla dəyərləndirildi. Bu da istər-istəməz təkcə onların belə deyək də bədə keçirilən və o təqdim etmə mərasimi ilə yekunlaşmayacaq. Sonrakı etaplarda da İlham Əliyev ilə Nikol Paşinyan arasında üz-üzə görüş təşkil edəndə və ya telefon danışığı təşkil ediləndə və ya təkbətək yaxud da ki geniş tərkibli görüşlər baş tutanda bir səmimiyyətin yaranmasına səbəb olacaq. Qeyd etmək lazımdır ki, ən böyük düşmənliklərlə və ya ən böyük prinsiplərdə, ən prinsipial məsələlərdə səmimi mühit formalaşanda diplomatiya yolu ilə həll edilir. Əgər səmimi mühit yoxdursa, dünyanın ən yaxşı
diplomatını gətirsən dil tapa bilməz. Niyə? Çünki səmimiyyət yoxdur və kimsə orada onsuz da dil tapmaq üçün oturmur və ya razılığa gəlmək üçün oturmur. Ukrayna-Rusiya danışıqları bunun bir nümunəsidir. Niyə görə dünyanın ən təcrübəli siyasətçiləri həmişə deyirlər ki, birinci etimad mühitini yaratmaq lazımdır. Birinci güvən formalaşdırmaq lazımdır. Çünki səmimi abu-havanı formalaşdıran əsas amillər bunlardır. İndi bu nöqtədə mənə elə gəlir ki, artıq biz bir çox məsələlərdə həm elə səmimi mühitin formalaşması məsələsində, həm güvən, etimad mühitinin yaradılması məsələsində çox ciddi irəliləmişik. Təbii hər şey tam formalaşmayıb. Hər şey %100 nəticəyə çatmayıb. Ən azından ortada hələ ki rəsmi sülh yoxdur. Sülhün paraflanması var, amma sülh yoxdur. Sülhün o paraflanmış mətnin daha doğrusu rəsmi olaraq qəbul edilməsinin önündə bəzi əngəllər var ki, bax o əngəllər hələ aşılmayıb. Bu da bəzisi siyasi səbəblərdirsə, bəzisi nə bilim ölkələrin daxili siyasətində baş verən və ya ictimaiyyətdə baş verən çaşqınlıqlara görədirsə, bölünmələrə görədirsə, fərqli fikir ayrılıqlarına görədirsə, bir səbəb də hələ ki o tam səmimi mühitin formalaşmamasıdır. Burada söhbət təkcə o səmimiyyətin liderlər arasında formalaşmasından getmir. Onsuz da xalqlar arasında da artıq ciddi bir yaxınlaşma, bir səmimiyyət. Burada səmimiyyət dost olaq, qardaş olaq məsələsindən getmir. Burada səmimiyyət artıq müharibə olmayacaq. Belə deyək də, erməni şovinizm düşüncəsi bitəcək və ermənilər artıq düşünməyə başlayacaqlar, səmimi şəkildə düşünməyə başlayacaqlar ki, biz tarixi səhvlərimizdən dərs çıxartdıq, artıq Azərbaycan türklərinə qarşı, Azərbaycan ərazilərinə qarşı hər hansı bir təxribat etməyəcəyik, riyakarlıq etməyəcəyik və Azərbaycan xalqı da səmimi şəkildə bundan sonra qarşılıq verəcək ki, xalqların təhlükəsizliyi, regionun təhlükəsizliyi və daha təhlükəsiz, rifah dolu və sakit gələcək üçün ermənilərə bir şans daha verərik. Bax, bu baş verəndə onsuz da biz %100 nəticəyə çatacağıq. Bunun da ilk şərti sülhün əldə edilməsidir. Sülhün əldə edilməsi üçün lazım olan şərtləri onsuz da bayaq saydıq. Etimad mühiti, güvən formalaşması, bunun bir səmimi ab-havaya çevrilməsi və ondan sonra artıq ziddiyyətli məsələlər ətrafında səmimi diskussiyaların təşkil edilməsi. Riyakar diskussiyalar yox. Yəni 2018-də Paşinyan 2018, 2019, 2020-ci illərə qədər Qarabağ Ermənistandır nöqtə deyirdi. Bu bir riyakarlıq idi. Azərbaycan ordusunun süngüsü, qətiyyət, müharibə, qələbə və görürsünüz necə istər-istəməz səmimi oldu. Yəni o bir əlində gül, bir əlində dəyənək siyasəti. Azərbaycan gərək bundan sonra da bu amaldan, bu mövqedən yanaşsın məsələyə. Nə dəyənəyi çox istifadə etmək doğru olmaz bu yerdən sonra, nə də ki dəyənəyi boş verib gülü çox vermək olmaz. Qarşı tərəfi yenidən hansı xülyalara sala bilər bu. Ona görə də mənə elə gəlir ki, Əbu-Dabidəki bu mükafatın təqdim edilməsi simvolik olaraq siyasi arenada qərar qəbul etmədə nə isə dəyişməsə də, ən azından səmimi bir mühitin formalaşması və bundan sonraki etimad quruculuğu istiqamətində bir xoş ab-hava yarada bilər və bu da zamanla qısa müddət sonra artıq Azərbaycan-Ermənistan münasibətlərində fərqli irəliləyişlərin əldə edilməsinə səbəb ola bilər. Belə, hörmətli tamaşaçılar, inşallah növbəti görüşlərimizdə yenə də sizlərlə olacağıq. Sağ olun, salamat qalın.